Ötən gün Pirallahı rayonu ərazisində yerləşən evlərin birində baş vermiş yanğınla bağlı görüntülər yayılıb. Yanğın vaxtı həmin ərazidə xidmət aparan dövlət yol polisi əməkdaşları təcili müdaxilə ediblər. Onlar yanğının olduğu evə daxil olaraq köməksiz vəziyyətdə qalan fiziki məhdudiyyətli qadını xilas ediblər. Hadisə yerinə təcili tibbi yardım və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da cəlb olunub, yanğın söndürülüb. Birlikdə ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə ötən gün axşam saatlarında rayonun Dico kəndində qeydə alınıb. Belə ki, Tikaband kənd sakini Akif Ağacanov idarə etdiyi Niva markalı nəqliyyat vasitəsini yol kənarında saxlayıb. O maşından düşdükdən sonra minik avtomobili qəfildən hərəkət edərək dərəyə aşıb. Qəza nəticəsində maşında sərnişin qismində olan sürücünün bacısı 1973-cü il təvəllüdlü Yeganə Ağacanova hadisə yerində ölüb. Meyit daxili və xarici müayinə olunması üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib, faktla bağlı araşdırma aparılır.